Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə, ATV-lər məhəlləsi deyilən ərazidə, gözəl bir yerdə, məktəbə yaxın ərazidə, 3 sotun içində 2 ailə üçün nəzərdə tutulmuş bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram. Ev, gördüyünüz kimi, evin xarici görünüşüdür. Həyət yəni sahəsidir. Rahat həyətinə 3-4 maşın daxil ola bilər. Həyətində əlavə əldamı üçün belə bir tikilisi var. Ev sahibi sadəcə burada quş saxlayır, güvərçinlər saxlayır. Gördüyünüz kimi, hörmətli izləyicilər, həyəti ilə tanış olduq. Yəni, burada ev sahibi, gördüyünüz kimi, bax, burada pəncərənin qabağını alıb, amma nəzərinizə çatdırım ki, burada bir zavor olub, ev sahibi özü, yəni hasarı buradan özü götüzürüb. Lazım olsa o hasarı da özü, ev sahibi, yəni satanda oranı özü hasarı qaldırıb verə bilər, təhvil verə bilər. Yəni, o elə ciddi bir şey deyil. Sadəcə ev sahibi özü hasarı götüzürüb buradan. Yəni, kim alası olsa özü oranı hasarı çəkib verəcək. Daxil olağın evin aşağı hissəsinə birinci tanış olağım. Burada aşağıda bir otaq var. Sırf həm buradan gördüyünüz kimi, yəni indi artıq əşyalar yığılıb, laminatı vırılıb, yəni gördüyünüz kimi də yuxarılar təmiri vəziyyətdədir. Ev sahibi buranı kiraya da, kim alsa kiraya da verə bilər. Burada bankı yığmaq üçün belə bir şərait yaradır. Yuxarıların bir dənə şeyləri qalıb burada girişdə, amma burada demək olar yuxarılar, yəni hamısı təmir olunub. Aşağı, yuxarı hissələr və burada laminatı vırılıb, təmir olunub. Bir dənə boylar qalıb, kombiləri var. Yəni ev aşağıda 2 ailə üçün tam uyğundur. Aşağıda da qala bilərlər. Aşağının bura gördüyünüz kimi sanitar qovşağı. Bura hamam hissəsidir. Bura bir yataq otağıdır. Buranın laminatı qalıb, amma ağartdan çıxıb bir laminatı qalıb, xırdapara işləri qalıb, hörmətli izləyicilər. Burada da gördüyünüz kimi bir otaqdır. Geniş otaqdır. Şişə baxın, nətər çıxıb, yuxarıda gəziyor, maşallah. Düz karnınızda gəzmək. Burada da bir otaq var. Buranı istipol eləyib. Yəni, hal-hazırda burada rahat yaşayış mümkündür. Yuxarı hündürlüyü də 2,80 zat, belə 3 metrə yaxındır. Yəni, hündürlüyü də yaxşıdır, hörmətli izləyicilər. Gördüyünüz kimi, bəzi otaqlar düzdür, təmin olunan nəticədə vırılıb, bəzi otaqlar qalıb. Yəni, elə bir ciddi xərcləri qalmayıb, hörmətli izləyicilər. Aşağında, yəni hamam tualı, 3 otaqda aşağıda bir də otaq əlavə var. Buradan da ayrıca girişi var, oradan da girişi var. Buradan da girişi var, yəni evin giriş hissəsi var. Qalxaq indi, hörmətli izləyicilər, yuxarı otaqlarla tanış olar. Yuxarı tam hazır vəziyyətdə təmiri bir evdir. Yuxarı otaqlar hazır təmiridir. Qalxaq indi yuxarı. Buradan çıxırıq yuxarı. Bayaq kimi açdığım qapıdır, tam açılmadım. Buradan da girişi var, 2 yerdən girişi var. Aşağı otaqlarsın. Buradan qalxırıq yuxarı. Girən kimi böyük bir dəhlizdir, hörmətli izləyicilər. Öz otaqlarda genişdir. Hazır buranın yuxarı təmiri qaydasındadır. Qalxan kimi. Demək, burada bir qonaq otağı. Haradasa 4 metrənin bir 7 metrə olar. Bəlkə də az olar. Çox belə az fərq eləyər. 26-24 kvadrat, 28 kvadrata yaxındır. Gördüyünüz kimi, bu hissəsi bir qonaq otağı. Böyük burada bir mətbəx. 4-ün 5-i haradasa. 20 kvadratlıq. Otaqları genişdir, şəxsi tikildi, hörmətli izləyicilər. Nəzərdə çatdırım ki, bir ev şəxsi tikildi. Ev sahibi özünə tikib, otaqlarını da çox geniş götürüb. Burada bir uşaq otağıdır. Haradasa 14-15 kvadrat. Böyük bir uşaq otağıdır. Sanuzellər hazır, hamısı ayrı-ayrı. Aşağıda olduğu kimi, buranın sanitar qovşağı ayrı. Hamam da ayrı. Düşqabla yerdə qoyulub, gördüyünüz kimi. 2 də böyük otaq burada. Haradasa 20 kvadratlı bir yataq otağıdır burada. Burada da haradasa 4-ün altı, 24 kvadratlı yataq otağıdır. Otaqları ürək açan geniş, əlverişlidir. Gördüyünüz kimi, hörmətli izləyicilər, ev haqqında bütün məlumatlarını sizə verdim.
Kimlərsə evini satmaq istəyirsə 055 389 3808 nömrəsi ilə əlaqə saxlayın, evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiyməti evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb. Kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Evin qiyməti də, hörmətli izləyicilər, yəni bələdiyyə sənədi də var. Bunu da nəzərinizə çatdırın. Bələdiyyə sənədi olmalıdır. İndi tam demirəm, amma mən bilən olmalıdır. Bələdiyyə sənədi də deyil. Bir də qiyməti də 145 min stat qiymətdir. 2 ailə üçün tam uyğundur. Məktəbə, ATV-lər məhəlləsində yerləşir. Gözəl bir yerdə yerləşir. 145 min stat qiymət. Real halda olsa endirim olmağına birbaşa sahibindən görüşəcəksiniz. Son sözdə ev sahibi deyəcək, hörmətli izləyicilər. 145 min stat qiymətdir. Sona qədər izləyəcək.